Mən hər birinizə indi bir kitab məsləhət görəcəm. Kitabın adı Reduce, Change, Increase, Improvement. Dəyişikliyi azalt, təkmilləşməni artır. Başlığı belədir. Əslində təhsil sistemi üçün çox gözəl bir kitab, resurs hesab edilir. Mən müxtəlif ölkələrdə işləyirəm. Adətən eşidirəm ki, məktəb direktorları deyir ki, dəyişiklik çox eləyir, ya deyir. Əksəriyyəti o dəyişikliyi istəmir. Xoşlamırlar bu dəyişiklikləri. Həm müəllim olsun, direktor olsun, vaxtları az olur. Yeni dəyişiklikləri həyata keçirməyə, icra etməyə vaxtları yoxdur. Bax, dediyim kitab Vivian Robinson adlı professor tərəfindən yazılmışdır. Həmin xanım professor ideyaları sadələşdirir, başa düşmək üçün sadələşdirir. Bax, bizə də əslində bu lazımdır. Qeyri-müəyyənlik lazım deyil bizə. Bax, həmin professor xanım dəyişikliklə təkmilləşmə arasındakı fərq qoyur. Çox sadə bir fərqdir. Dəyişiklik A-dan A nöqtəsindən B nöqtəsinə sizə aparır. Dəyişiklik yaxşı, daha yaxşı ola bilər. Yox da daha pis ola bilər, yox da eyni qala bilər. Amma dəyişiklik edilməsi üçün vaxt, səy göstərmək lazım, planlaşdırma lazımdır, resurslar lazımdır və s. və s. Təkmilləşmə nə deməkdir bəs? Sadə dillə desək, verilən vədlərdir. Yəni, B nöqtəsi A nöqtəsindən yaxşı olmalıdır. Düzdür, təbii ki, hamı üçün aydındır bu. Amma bunun üzərində daha çox düşünəndə bir cavabdehlik yaranır. İnsanlar təbii ki, dəyişikliyi təklif edə bilər. Liderlər, yəni ki, məktəb liderləri, siyasətçilər, istənilən səviyyədə olan liderlər bir cavabdehlik daşıyır. Mütləq əsaslandırmalıdır ki, bax, bu nəyə görə dəyişməliyik? Bu prinsiplərə görə, bu dəyərlərə görə dəyişməliyik. Dəyişiklik haqqında danışılırsa, əsaslandırılmalıdır. Bütün dəyişsək, bunun nəticəsi də belə olacaq. Hər birimiz üçün, xüsusilə də gənclər üçün. Dəyişiklik lazımdırsa, müəllim də bu dəyişiklik sinifdə etməlidir. Müəllimə desən ki, get dəyiş bunu, əslində müəllim onu qəbul etməyəcək, onu bir hədə-qorxu kimi qəbul edir. Bir nəfər onu psixoloji təhlükəsizliyinə, peşəkar nöqteyi nəzərindən basıb onu təhdid etmiş olursan. Əslində bu seminarda da bu barədə danışacağım. Ona görə də müəllimlə bir diyaloq qurmalısan. Deməlisən ki, bilirəm niyə bunu belə edirsən. Bax, etdiklərimizin nəticələri bax belə olacaq. Ən azından təbii ki, razılaşdırılmalısan bunu. Dəyərlər yox, amma datanı, ən azından məlumatları, statistik məlumatları razılaşdırmalısan. Ona görə birgə razılıq olmalıdır. Dəyişiklik etmək istəyirsənsə qarşılıqlı olmalıdır.